Gəlmişik alış-verişə. Dənizin ad günü üçün alış-veriş eləməyə. Aylin burada ilişib qalıb. Deyəsən biz ad gündə oyuncaq yeyəcək. Oyuncaq ancaq alaq. Ayliş. Odun alında yeməyimə Yeməyə çəkmişik. dolmanı bükürük deməli. Dəniz dolma sevdiyinə görə dolmamızı bükürük. Deməli bu təzə yarpaqdır. O qədər də gözəl yarpaq idi. İsti suda belə pörtmüşəm. İndi ona bükəcəm təzə yarpağa. Burada da ətimi hazırlamışam. Soğanı maşınkada çəkməmişəm. Əlimdə doğramışam. Elə daha çox sevirəm. Belə qazanım burada. Yavaş-yavaş başlayaq. Qızlarım da hazır. Başlayaq dolmamızı bükək. Dolma yeyəcəm. Röp yiyəcəm. İnşallah. Bükürəm yavaş-yavaş. Sürətli rejimə qoydum ki, çox sizi yormayım. Bükək. Ondan sonra görək başqa hansı işlərimizi görürük. Sabah üçün. Ayliş də bükür. Uşaqların hamısı bükür. Çox sevirlər dolma bükməyi. Şimdi çox gözəl yarpaq deyə. Baxın. Nə gözəl. Tutmağı. Yəni yarpaq tutmuram. Necə, o biraz çətin prosesdir də. Suyu daşır, belə olur, elə olur. Amma yəni tutmaq istəyir. Adım da dedi, nəsə yarpağı deyə, prosta yadımdan çıxdı. Dedi ki, bu yaxşı olur. 2 olsa 6 manata, 4 manata olan da var. Yalan deyərəm, mən yarpaqdan çox başım çıxmır. Amma çalışıram alanda sarı, tutmasını alıramsa sarı, göyçək, iri yarpaq alım. Belə, bükək. Bu bir o işi yaxşıdır ki, təzə yarpağın garantidir də. Duzda olmamağına. Xalalar, biz dolmamızı bükdük belə. Baxın, görün nə gözəl dolmalar bükmüşük və qızlarımla birlikdə bükmüşəm. Belə köhnə nimçəmiz var. Bunu da qoyuram belə bunun ortasına. Bir stəkan da bundan bir su tökmüşəm. Qoyuram bir 10-15 dəqiqə qaynasın. Daha sonra altını saxlayıb sabah təzədən bişirəcəm. Mən sizə nəyi göstərim? Hamı bir tərəflər diş görür. Bu da paket tapıb bir dənə biraz paketlə oynadı. Bu paketi sərib altına Zuzi yatıb. Ay Zuzi. Çəkirəm səni qızım. Ay göyçəyim, ay gözəlim, ay maralım. Otur. Yat qızım, yat. Yat, onları döyərəm. Səs saldılar. Yatmaq istəyirsən sən? Səs salırlar qızım. Ben gedim işlərim. Keçmişik salat hazırlıqlarına. Bilirsiniz, video çəkəndə o qədər uzun olur da, iş prosesi çətin gedir. Ona görə bəzilərin videosuz hazırlayıq. Belə hər şeyini bişirmişəm. Hazırlamışam, əti də indi bişir. Salatın ərzaqlarını, belə qarğıdalsını yumuşam. Töymüşəm qaba. Alişka da burada annesinə kömək eləyir. Böyle sigara börəkləri hazırlayır. Baxın. Yoxa düşdü bura. Belə sigara börəkləri hazırlayır. İçərisinə deməli orada bizdə var. Hardasa bir nərbəki olardı şor, 2 sokda pendir, kişniş süd. Qarışdırmışıq boşqabda, arasına da onu qoyur. Və su da yəni Su ilə də yapışdırır Aylişim. Belə hazırladım və qoyuram bura. Sigara börək. Evimizin halına baxmayın. Hər şey dağınıqdır. Hər yerdədir. Yoldaşım yemək yeyib, pomidor yumurta yeyib, mayonez orada qalıb hələ.
Belə 10 qoyacağam indi xaladenka. Xala. Bax, mən sizə Salatı göstərdim. meçtadan eləyirəm. Xala, mən sizə göstərdim. Aha, göstərsin. Aha, ana gəldi. Ha, bu tərəfindən. Aha, bişmiş tərəfi içəri. Belə. Belə bir şeyiniz varsa çox rahat olar. Hə, yumru qaşıq demək istəyir. Uzunsov deyil, yumrudur. Yumru deyil, yəni uzun çox gedir. Biraz əlinizə bulaşa bilər. Eyb yox. Qoydum. Yaxşıdır, yaxşıdır, qoy qalsın. Yaxşıdır. Belə qoyursunuz da ki, belə edirsiniz. Sonra Bükə-bükə gedirik. Bükə-bükə gedirik. Ən Başdan. axırda isə qanacıq yer saxlayın. Belə. O sənin dilini yiyeyim. Belə sıyırın. Çox vurmayın. Çünki hamı kimi var. Və belə. Bitti. Canımın içi. Balıqlarımız orada üzür, xalalar. Görməyənlər, bilməyənlər üçün. Akvariumda balıqlarımız var. Aylin bir dəfə biraz bu yana dur. Ay sağ ol. Zuzimiz orada yatıb, xalalar. Bax, Əlvi çək də qızım. Orada yatıb, baxın. Şirin yuxudadır və biz danışırıq. O gözü ilə açıb arada baxır. Yəni deyir ki, məni narahat edirsə, uje yatmaq vaxtıdır. Gedin yatın. Orada Zuzkamız. Heç nə. Mən də salatımı doğrayım yavaş-yavaş. İşlərim getsin. Birinci kartofdan başlayıram. Həmişə xırdalayıram. Kartof biraz çox bişib. Yəni həddən artıq çox deyil. Sadəcə bir damcı da bundan az bişsəydi daha yaxşı olardı. Amma eyb yox, heç nə olmaz. Asta özümüzü. Salatımız da hazır oldu. Baxın, belə qarğıdalı salatımız. Çoxdan da bu salatdan hazırlamırdım. Tək turşu xiyarı qalıb. Onu da sabah balonu açanda doğrayacağım içərisinə. Belə siqara börəklərimiz də hazır. Dolmamız hazır. Salatımız hazır. Siqara börəyimiz hazır. Və salam. Bugünlük işlərimiz bu qədər. Gedək yataq. Sabah yenə çəkilişə davam edək. Baxın görün necə siqara kimi büküb. Mənim göyçək qızım. Bu da saatımız. Bunu əvvəl bilirsiniz nə inirdim. İndi həvəsim biraz ölüb. İnşallah gələcəkdə canlanar. Hə, marojna kimi, lavaşı marojna kimi bükürdüm. Sonra onu sobada qızardırdım o iz bu iz. Ondan sonra bunu içərisinə doldururdum. Bunu da bir üzün qoza, eləsini var göyərtiyə, eləsini var nara batırırdım. Eyni dondurma kimi də elə servis eləyirdim. İnşallah ki o günlər qayıdacağım. Belə indi kasələrdə servis eləyəcəm. Yəni sadə formada. Belə. Bugün artıq oyanmışıq. Deməli 4 iyun mənim şəkərimin doğum günü, Dənizimin doğum günü, anasının ürəyinin, ilk göz ağrımın, məni ilk ana edənimin ad günüdür. Rəbbim bütün övladları qorusun. Mənim balalarım da onun içərisində. Yəni ana olmaq dünyanın ən gözəl, ən maraqlı, nə bilim, duyğusunu hissidir. Balalarımızı həmişə Allah gözümüzə çıraq eləsin. Onların uğurları ilə sevindirsin. Arzu eləyirəm. Başqa heç nə, uzun ömür, can sağlıq arzu eləyirəm Dənizkama. Ondan sonra gözlərinin içi həmişə bugünkü kimi gülsün inşallah. Üzü kimi bəxti də gözəl olsun, taleyi də gözəl olsun inşallah. Bir də bütün ürəyindəki arzularına nail olsun. Bugün də nələr hazırlayıram? Deməli, mən çoxdandır hazırlamırdım bunu. Bu evə gələndən vəbşim hazırlamamışam. Deməli, bu türklərin mətbəxindən olan qısırdır. Qısır resepti. Bəlkə də yəni bilənləriniz bilirsiniz. Yəni burada incə qısırdır, bulqurluq qısır. 800 qramdır. Hamısını elə 800 qram almışdım Ankaranın. Hamısını da istifadə elədim. Deməli, mən buna
isti su üzərinə çıxana qədər isti qaynar su tökürəm və bu belə şişir. Baxın, görürsüz, şişib belə incə bişmiş hala gəlir. Deməli, ondan sonra buna bir böyük dəstə çahı, bir böyük dəstə petruşka, 4 dənə xiyar, 3 soğan, 3 pomidor, 2 qaşıq tomat, bir də bunun püf nöqtəsi nar şərab. Yarım stəkan nar şərab, 1 stəkan da duru yağ əlavə eləyəcəm. Biber, bolqarski biberlər də əlavə eləmək olur. Yəni hər şey əlinizə nə keçdi, əlavə edib qarışdırırsan. Bir xeyli xadenkdə qalır. Özünə tamam o yağı, nar şərabı falan özünə çəkir. Vəsə olur dadlı bir qəlyanaltı, soyuq qəlyanaltı. İndi isə başlayıram. Soğanlarımı doğrayım, bu tərəvəzlərimi, kahımı falan hamısını doğrayım, bir qabda qarışdıracağam. Vəssalam. Qısır hazırlamamısınızsa hazırlayın, çox gözəldir. Həm süfrədə doyumludur, bərəkətlidir, həm dadlıdır. Yəni fərqli dadları sevən insanlar üçün yaxşıdır. Burada xiyarlarımı doğrayıram, soğanımı, pomidorumu. Buna bolqarski biberlər də əlavə olunur. İndi bugün mən əlavə eləməyəcəm. Belə çox dadlı, qəşəng olur. Doğrayım hamısını. Yəni narahat olmayın. Ay xiyar susalar, pomidor susalar, o cür şeylər olmur. Hətta mən məsləhət görərdim ki, bugün hazırlayıb soyuducuda saxlayıb sabah yemək daha uyğundur. Xiyarları doğradım. İndi əlavə eləyirəm. Keçdim soğanlarıma. Bir böyük boy vururdum soğan, amma indi soğanlar xırdadır məndə. Ona görə 3 ədəd vururam. Dad qatır. Göy soğan da istifadə edə bilərsiniz bu arada. Göy soğan da vura bilərsiniz. Belə hamısını doğradım. Tomatını da əlavə elədim. Bir qab olur belə çox bollu, bərəkətli bir reseptdir bu qısır. İndi mən bura əlavə eləyəcəm yağını. Əlbəttə ki, yağın hamısını əlavə eləməyəcəm. Bir damcı saxladım. Yarım stəkan da nar şərab əlavə eləyəcəm. Bunu sonra yaxşı qarışdırırıq. Tomat da əlavə eləmişəm, duz da, istiot da. Yəni zövqdən asılı da nələr istəyirsinizsə əlavə eləyə bilərsiniz. Bu qədər də baxın, nar şərab əlavə eləyirəm. Sonra ümumi qarışdıracağam hamısını. Baxın, qarışdırdım, belə alınır. Çox dadlı olur, artımlı olur. Bütün qonaqlıq süfrələrinizin yaraşığı ola biləcək bir qəlyanaltıdır. Yəni həm də bərəkətlidir. Baxın, qəşəng qarışdırdım. Bilmirəm necə tutum ki, siz yaxşı görəsiniz. Yəqin ki, yaxşı görürsüz. Çox gözəldir, çox dadlıdır, dadı möhtəşəmdir. Bir də bu nar şərabı, baxın, skrin eləyin. Əgər pişirmək istəyirəm, bunu çox məsləhət görürəm. Çox dadlı nar şərabdır. Belə uzun müddət, bu hardasa 2-3 saat qalacaq xaladenkdə. Tamam özünü çəksin, onda vapşim dadlı olacaq. Bunu qoyuram xaladenkə. Mən gedib başqa işlərimi görüm. Bu da orada bişsin. Bir dənə aş dəmləməyimiz qalır. Bir dənə aşımızı da dəmləyək. Bir də toyuq qızardacağım. Abcini süfrəmiz də hazırdır. Belə dolmamız bişdi. Bu qısırımı qoymuşam, börəyimizi qızartdıq, qarğıdalı salatımız, aşımız, belə meyvə falan qoymuşam. Bu da dənizimiz. Dənizin oradaylar hədiyyələridir, sonra göstərərəm. Tortu da orada arxadadır. Belə kiçik bir süfrə qurduq, öz aramızda olan bir şeydə, yəni ailecə. Belə, indi biz yeməyimizi yeyək. Bu da dənizin ad günü süfrəsi. Yeməyimizi yedik, indi isə keçmişəm qablara. Əsas masada qablardır, qabları yumaq lazımdır. Hamısını paraşoklayıb yığacağım, daha sonra durulayacağım. Belə, ən yorucu məsələsi buradır, qabların yuyulmağı.
Yeməyimizi yedik, qablarımızı yuduq. Ad günümüz yaxşı keçdi. Deməli, əziz xalalarımız, biz yəni öz aramızda ad günü edirdik. Öz aramızda ad günü keçirdirdik. Yəni bu il evimiz biz kiçik evdə olduğumuza görə, evimiz hazır olmadığına görə hələ, yəni elə də qonaqlı qaralı ad günü keçirtmirik. Burada balacadır evimiz, ona görə. Belə baxışına bax, baxışına bax. Yatmaq istəyir, deyir bunları dağıtmaq. Aha, gəldi. Aha, bu biləcək. Aha, nədir Zuzi? Zuzi? Eləyir, hər gələn şey eləməlidir. Demə, olmaz, qırarsan, şüşədir Zuzi. Getdi. Hə, ona görə yəni qonaqlı qaralı keçirtmirdik. Öz ailəmiz, öz aramızda keçirdirdik, danışa bilmədim. Və Dəniz sonda istədi ki, gedib parkda yəni tort kəsmək istədi. Ona görə yəni də hardasa oturmaq istədi. Ona görə də yeməkdən sonra bu qərara gəldi. Ona görə tortu evdə çəkməmişəm, yadımdan çıxıb. Belə qısa bir şəkilləri var idi, qoymuşdum, baxacaqsınız. Belə o hansı ki məkanın həyətində çəkdi və orada da elə həyətdə çay içdi, açıq havada və bu da ad günümüzün sonu oldu. İndi də sıra gəldi hədiyyələrimiz. Əlbəttə ki, pul hədiyyələrimiz daha çoxdur. Amma bunlar da, bu mənim hədiyyəmdir. Bu da Fidaşqanın Dənizə hədiyyəsidir. Belə ikisinin rəsmini çıxartdırıb, belə ramka elətdirib təzə. Bu onun hədiyyəsidir. Bu da mənim hədiyyəmdir. Boks kimi yığmışam. Yəni əlimə nə keçdisə bir 10 gün qabağından almışam. Yəni istədiyi tərs şeylər. Bilirsiniz, mişqadır, güldür, nə bilim ətirdir. O şeyləri həmişə almışam. Bu dəfə düzdür, çox istifadə eləyəni deyil. Yəni hələ heç onun vaxtı da deyil. Amma sadəcə yəni istəyirdi ki, hə onda olsun. Bəzi kosmetika məhsullarla maraqlanırdı Dəniz. Bir-iki almışam ki, Fidanda hər şey var. O mənim, nə bilim, nənəsinin hər şeylərimizi istifadə eləyir, götürür də. Dənizdə yox idi. Dəniz özünə məxsus olmayan heç nəyə əlvuran deyil. Ona görə bir-iki ona kosmetikaya dair bir-iki şeylər almışam ki, olsun da onda. Bilirəm ki, istifadə eləyən deyil, amma sevindi, çox sevdi. Bu artıq bu belə tərs hədiyyələr onun fikrin necə deyim, cəlb eləyir. Aha, göstər. Birinci başlayaq. Aha. Belə aynadır. Düzgün. Aha. Siz çıxardım baxın. Çıxart. Belə. Belə bir. Özünüz görürsünüz. Belə bir ayna. Aha. Qoy. Belə. Aha, sonra. Sonra belə nəmləndirici deyək. Tonik kimi bir şeydir. Tonik kimi bir şeydir. Belə. Oy. Dəfələrlə açıb baxıb özü. Ona görə hamısı qafamı biraz aşağı tut. Dəniz yorğun deyirəm, amma yuxuluyam. Gözlərimi çəkmə, məni çəkmə. Ona görə belə qısa çəkirəm. Belə yerdə oturmuşam, inanın ayaqlarım qırıldı bütün günü hərəkət eləmək. Belə dən dodaq qələmidir. Belə bir dən dodaq qələmi. Aha. Dən Faberlikdən belə tuş. Hamısını ləkəkləmsən. Bir dənə əl kremi. Daha sonra bir dənə bu. Bunu çox sevdim. Hələ istəyirəm ki, Fidanla Aylinə də alacağam bundan. Belə. Hello Kitty-li. Amma rəng vermir. Sadəcə zər verir. Dodaq boyası. Bir dənə belə dodaq boyası almışam. Bu da rəng vermir. Sadəcə bir damcı, bir ton seçilir dodaqdan. Bir dənə belə salfet çantasına qoymağa. Sonra belə istəyirsiniz göstərim sizə. Bu da Çox belə. bəyəndim. Çox var. Bayaqdan açıb töküb verməyimi hamısı Fidan heç qoyur ki, didişdirir. Yəni belə də açıq tonlar ki, çox bilinməsin. Yəni çox onsuz da istifadə eləyəni deyil. Daha sonra belə taşqa. Bunu da çox bəyəndim. bundan yadınızdasa Fidanın ad günündə Fidana, Aylin ad günündə də Aylin almışdım başqa formasını. Göstər. Belədir, bunun şeyi də var. Qaşığı da var. Qaşığını da göstərim. Şöyle də qaşıq var, bunu belə qoyursunuz. Qaşığı da buradan belə. Əla.
çaşkası. Daha sonra Sonra belə bu qaş kapak sabitləyicidir. Eybi yox, onsuz da Hə, hamısı işləyəcək. şey Qaş qılavunlardır. da qaş sabitləyici. açılır. Bir dənə də belə əl üst sabunu. Всё. Vsyo. O da hədiyyəmiz. Bir də bunlar. Bir də atası Dənizə 20 manat verib, nənəsi də pul verib. Yəni belə bu ilki ad günündə belə keçirdik. İnşallah dedim qoy hədiyyələrini də sizə çəkim. İnşallah növbəti ad günlərində daha yaxşı keçirtmək diləyi.